Hər birinizə salamlar. Mənim adım Fəridədir. Mən ixtisası kimya mühəndisliyi ixtisasını bitirmişəm və bir müddət kimya müəllimi kimi fəaliyyət göstərmişəm. Mənim ingilis dili ilə yəni keçmişim təxminən 10 il əvvələ dayanır. Universiteti bitirəndən bəri mən İngilis dilini öyrənməyə çalışmışam. Bu kurslarla olsun, özəl dərslər müəllimlərə qoşulmaq olsun, fərdi self-study öyrənmək olsun və sair. Amma hər dəfə bir yarım qalmışam və bu dili tam öyrənə bilməmişəm. Təxminən 6 ay bundan öncə qərar verdim ki, mən ingilis dilini çox səlis öyrənməliyəm və başladım mən araşdırmağa. İlk öncə gördüm ki, məndə qrammatikamda ciddi bir boşluqlar var və mən başladım YouTube-da demək mövzu mən türk bir müəllim var idi. Onun Çağrı Hoca, əgər səhv xatırlamıramsa, Çağrı Hocanın videolarına baxırdım və o videolara baxaraq qrammatika mövzularını öyrənirdim. O da çox sadə, bəsit şəkildə öyrədirdi və gördüm ki, demək qrammatikanı bilirəm, artıq öyrənmişəm, cümlə necə qurulur, zamanlar və sair haqqında məlumatım var. Ancaq nə danışa bilirəm, nə də başa düşə bilirəm və belə qərara gəldim ki, yox, artıq kitabı, dəftəri, ruçkanı qoymaq lazımdır kənara və mən dili təbii yolla öyrənməliyəm və belə qərara gəldim ki, başladım araşdırmağa. İnanın öyrəndiyimdən daha çox araşdırma etdim. YouTube videolarına baxdım ki, necə öyrənməliyəm, təbii yollarla necə öyrənim, qrammatikasız necə öyrənim ki, mən qrammatika düşünmədən danışım və yaxud da ki, dinlədiyimi çox yaxşı başa düşüm. Və mən gördüm ki, məsələn, xaricdə o ulduzlar var ki, hansı ki, məsələn, məşhur aktyorlar da onlar ingilis dilini bilmirlər və onlar dili bilməyiblər və dili öyrənəndə soruşurlar ki, siz necə öyrənmisiniz? Əksəriyyət deyir, kinolara və ya seriallara baxaraq. Bu serialların da başında ən məşhur duran Friends-dir. Friends izləyərək öyrənənlərin sayının çox olduğunu gördüm. Bəs yaxşı, düzgün öyrənmə necə olmalıdır? Yəni mən ancaq elə YouTube olsun və yaxud da ki, fərq etməz harda olsun, kinonu açıb altyazı, ingilis də altyazı ilə izləyərək həmin dili öyrənə biləcəmmi? Gördüm ki, yox, bu mümkün deyil. Bəs yaxşı, doğru öyrənmə metodu necədir? Mən qərara gəldim ki, həm bu metodu özüm tətbiq edim, öyrənim, həm də mənə motivasiya olsun. Çünki mən nə imtahana hazırlaşmıram, nə işə qəbul üçün dili öyrənmirəm. Mən sadəcə bu dili öyrənmək istəyirəm. Mənə bir motivasiya olsun deyə mən başladım Learn English with Friends in Azerbaijan adında Facebook və Instagram səhifəsi açdım. Eyni zamanda da YouTube kanalı açdım ki, hansı ki özüm necə öyrənirəmsə paylaşım və mənim kimi öyrənmək istəyən insanlar da mənimlə birgə öyrənsinlər. Qeyd edim, mən də sizinlə öyrənirəm. Yəni mən müəllim deyiləm. Növbəti onu demək istəyirəm ki, niyə Friends serialını seçdim? Birincisi, mənim hal-hazırda ingilis dil səviyyəm qrammatika baxımından bəlkə B1, B2-dirsə, amma dinləyib danışma baxımından ingilis dili elementary level'dır və belə qərara gəldim ki, ən uyğun serial hansını tapa bilərəm? Friends-i tapdım. Friends-in gözəlliyi ondadır ki, günlük danışıq ifadələri öyrənirik, yumor, dostluqla bağlı söz və söz birləşmə, ailə ilə bağlı çox şeylər öyrənirik. Əylənərək öyrənməyin məncə ən gözəl yollarından biridir. Bəs yaxşı necə öyrənəcəyik? Yəni Friends-lə necə bir seriala baxaraq necə mən okeydir, bəlkə də anlamaq, dinləməyim inkişaf edə bilər, söz bazam inkişaf edə. Bəs yaxşı danışığımı necə gətirib çıxacağam? Danışığımı necə inkişaf etdirəcəm deyəndə mən düşündüm ki, bir addım-addım izah eləyim, özüm də tətbiq edim, sizlər də tətbiq edin. Bu yolla mənə elə gəlir ki, biz çox rahat danışa biləcəyik. Necə? Hansı yol? Birinci addımımız belə olacaq ki, mən həftədə bir dəfə Friends kinosunu, serialının bir bölümünü paylaşacağam və həmin bölümün altında Word faylında demək, və yaxud da PDF formasında da ola bilər, Word formasında da ola bilər. Həmin bölümün transkripti, ingilis dilində transkripti və qarşılığında Azərbaycan dilində cümlələrin tərcüməsi olacaq və yaxud da ki, orada phrases verb və ya collocationlar da ola bilər ki, və yaxud da ki, sözlərində tək-tək ola bilər ki, cümlədə
bilinməyən qrammatik tərəfini yox, demək söz birləşmələrinin mən tərcümələrini də qeyd edəcəm orada. Hansı ki, necə özüm eləyirəm, bunu ChatGPT vasitəsilə özüm hazırlayıram. Yəni öyrənmə prosesində nəyi necə hazırlayacağamsa, onu da sizinlə birbaşa paylaşacağam. Instagram, Facebook səhifəmdə paylaşacağam. Növbəti isə demək birinci bizim əlimizdə transkript olacaq. İkinci günü nə olacaq? İkinci günü mən bunu birinci günü hazırladığım gündür. İkinci günü isə mən əzbərləyirəm. Belə ki, orada bilmədiyim phrasal verb ola bilər, bilmədiyim cümlə strukturu ola bilər, bilmədiyim collocation ola bilər və ya təkcə söz ola bilər ki, mən hansı ki onu bilmirəmsə, mən onları əzbərləyirəm. Mən dəftərdə tutmaq, dəftərdə lüğət tutanda onu öyrənə bilmirəm. Mən hər bölüm üçün bir qutu ayırıram, yəni və həmin qutuya o bölümdəki bilmədiklərimi yazıb kağızın bir tərəfinə Azərbaycan dilində, bir tərəfinə isə ingilis dilini yazıb həmin qutunun içinə atıram və çıxardıram. Bir-bir mənə o əyləncəli olur və sıxılmıram onda sözləri öyrənəndə. Həm yazıram, həm hər gün təkrar eləyirəm deyə yadımdan çıxmır. Yəni bu birinci bölümün sözlərini bir həftə boyunca təkrar eləyəcəyik. Bir həftə ancaq bir bölümə aid olacaq. Birinci gün demək transkript. Transkript mən də verəcəm. Siz istəsəniz özünüz də transkripti necə əldə etmək lazımdır, onu mən sizə deyərəm. Yəni özünüz belə demək şey eləyə bilərsiniz. Onu əldə edə bilərsiniz transkripti. Onu da ayrı bir video çəkərəm ki, transkripti necə əldə edirsiniz? Mən necə ChatGPT-də əmr verirəm ki, mənim üçün o transkripti işləyirəm. Onun üçün də ayrı bir video çəkərəm. Sonra demək ikinci günü sözləri əzbərləyirəm və qutunun içərisinə atıram. Bəzən o cümlə də ola bilər. Məsələn, orada mənim üçün atası ilə qız orada telefonla danışanda deyir ki, bu mənim üçün önəmlidir. Məsələn, it matters to me deyə bir cümlə işlədir orada. Mən o cümləni elə özünü götürüb yazdım məsələn. Böyük cümlələri yox, kiçik cümlələri də belə formada yaza bilirəm ki, hansı ki mən onu danışığımda istifadə etmək istəyirəm. İkinci günü öyrənirəm. Üçüncü günü isə səhər-səhər yuxudan duran kimi yenə sözləri, o qutudakı sözləri bir-bir çıxardıb təkrar eləyirəm. Ondan sonra başlayıram. Əlimdə transkripti çıxartmışam. Transkriptə baxa-baxa kinoya da baxıram. Hansı ki, orada o bəzi sözlər var ki, o sözlərin mən tələffüzünü bilmirəm. Həmin sözlərin tələffüzünü transkriptin üstündə qeyd eləyirəm. Çünki zaten qulağım öyrənəcək. Buna ayrıca bir şey qeyd eləməyə ehtiyac yoxdur. Qeyd eləyirəm və dinləyirəm. Birincisində qeyd edib, 2 dəfə də dinləyirəm. Dinlədikdən sonra 3-cü günü də belə bağlayıram. Sonra 4-cü gün gəlir. 4-cü günü mən artıq bütün demək alt yazını bağlayıram. Əlimdəki transkripti də qoyuram qırağa və sadəcə təxminən bir bölüm 20-25 dəqiqə arası çəkir ki, sadəcə və sadəcə dinləyirəm. Yəni alt yazısız mənim burada məqsədim qulaqlarımı açmaqdır. Qulaqlarımı açıram, alt yazısız baxıram kinoya. Görüm mən başdan ayağa bu bölümü başa düşdümmü? Bunu bəzən səbrim çatmır, bir dəfə eləyirəm, bəzən 2 dəfə eləyirəm, bəzən 3 dəfə eləsəz çox yaxşı olar. Bu təxminən 1 saat, 1 saat yarım vaxtınızı alacaq. 4-cü gün isə sadəcə neynədik? Biz kinoya alt yazısı baxdıq. Və gəldi 5-ci. 5-ci addımı mən əslində 2 formada edirəm. Birinci, shadowing edirəm, yəni cümlə-cümlə təkrar edirəm. Yenə də səhər durmuşam elə bir yuxudan, sözləri təkrar edib qoymuşam kənara. Başlayıram, orada o cümləni deyir, mən təkrar edirəm. O cümləni deyir, mən təkrar edirəm. Shadowing edirəm. İkinci dəfə isə əlimə transkripti alıram. Hansı ki, mən o transkriptdə qabaq hissədə həmin cümlənin Azərbaycan dilisi var. Tərcümə etmək üçün yox, indi sırada hansı cümlə var, yəni o mənada qarşısında Azərbaycan dili yazmışam. Ona baxıb özümü oradakı obrazın yerinə qoyub başlayıram təkrar etməyə. Yəni o obraza bürünməyə. Bunu mən 5 dəqiqə formasında da edə bilərsiniz. Çünki kifayət qədər material olur. Yəni bir 20 dəqiqə, 22 dəqiqəlik kinoda serial bölümdə çoxlu söz birləşməsi, cümlələr çıxır ki, bu öyrənmək həqiqətən çox vaxt aparır. Ona görə də mən bunu təxminən 5 dəqiqə edərək, yəni həftəyə 5 dəqiqə ayıraraq edirəm ki, bu da mənim üçün çox effektiv olur, öyrənməyə çox rahat olur. Belə hər birinizə uğurlar. Mən inanıram ki,
Bu metod çox işə yarayan metoddur. Sözlərin yazılışı, sözlərin deyilişi, qulağınızın pasının açılmağı, dinləmə qabiliyyətiniz, eyni zamanda da danışaraq öz danışıq dilinizi işə saldığımız üçün məncə öyrənməyin, dil öyrənməyin ən effektiv yolu budur. Araşdırmalarıma görə təxminən bəlkə də dil öyrənmək üçün 100 videoya baxmışam ki, onların içərisində ən effektiv tapdığım məhz bu metoddur və mən düşündüm ki, bunu mən paylaşım. Hər kəs də mənim kimi öyrənsin, mənə bir motivasiya olsun, mənim səhifəmi bəyənin, kommentlərimi bəyənin, kommentləri yazın, daha doğrusu qeyd edin və kimlər öyrənir, kimlər öyrənmir, kimlərin nədə çətinliyi var və s. deyə bir-birimizdən öyrənmək istəyən şəxslər, dili öyrənmək istəyən şəxslər bir araya toplaşmış olaq. Hər birinizə uğurlar. Bundan sonra Facebook və Instagramda paylaşımlarımızda görüşəcəyik inşallah. Sağ olun.